Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli dərs 17-nin ikinci hissəsini izahına baxacağıq. Və burada deməli əvvəlki dərsdə sinxron, asinxron, sorğu və araşdırma əsaslı, bir də problem əsaslı öyrənmə haqqında danışmışdıq. Bu dərsdə layihə əsaslı öyrənmə, oyunlaşdırma və oyun əsaslı öyrənmə, bir də birbaşa təlim haqqında danışacağıq. Başlayaq layihə əsaslı öyrənmədən. Görək layihə əsaslı öyrənmə nədir? Yadınızdadsa, keçən dərs qeyd eləmişdik ki, müəllimlər, layihə əsaslı öyrənmə ilə problem əsaslı öyrənmə oxşar xüsusiyyətlərə malikdir. Yəni, hər ikisi şagird mərkəzi öyrənmədir. Hər ikisi şagirdlərdə əməkdaşlıq, ünsiyyət, problem həll etmə kimi bacarıqları inkişaf etdirən bir, belə deyək, təlim modelidir, təlim formasıdır. Bəs fərqli məqamlarda qeyd eləmişdik. Orada fərqli məqamlardan danışmışdıq layihə əsaslı öyrənmədə ki, daha geniş əhatə dairəsinə malikdir. Daha sonra bir ay, yarım il, bir il bu kimi məqamlar, yəni bu kimi müddəti əhatə edə bilir. Mürəkkəb xarakteristikaya malikdir. Daha sonra əlavə bu haqda məlumat vermişdik layihə əsaslı öyrənmədən. Yəni baxın, burada yuxarıda qeyd olunan məqamlar, bu hissədə desək ki, qeyd olunan məqamlar işarə eləyək. Bu hissədə qeyd olunan məqamlar dediyimiz məqamlardır. Köhnə dərsdə dediyimiz əməkdaşlıq, ünsiyyət, problem həll etmə kimi bacarıqları inkişaf etdirir və layihə əsaslı öyrənmə əsas məqam nədir? Layihə əsaslı öyrənmə şagirdlərin öyrənişləri, bilişləri, yəni o formada belə deyim, sadəcə əzbərləmək, yadda saxlamaq bu kimi məqamı özündə əks etdirmir. Layihə əsaslı öyrənmə. Layihə əsaslı öyrənmədə öyrənilən bilişlər sadəcə əzbərləmək deyil də, o bilişləri tətbiq etmək lazımdır. İstifadə etmək lazımdır. Layihə əsaslı öyrənmə, yəni layihə əsaslı öyrənmədə sən bilişləri öyrənibsən, o öz yerində. Sadəcə sən o bilişlərdən, belə deyim, yəni istifadə eləməyi bacarmalısan. Yəni öyrənibsən deməyək də, zaten layihə əsaslı öyrənmədə sən o layihəni tətbiq eləyə bilişləri öyrənirsən, bu öz yerində. Amma məsələ o deyil ki, sən elə bilişləri öyrəndin, kifayət elədi. Sən öyrəndiyin bilişlər müstəqil həyatda sənə lazım olan bir şeydir, layihə əsaslı öyrənmə. Müstəqil həyatda lazım olur sənə. Daha sonra sən layihə əsaslı formada, layihə əsaslı öyrənmə ilə mövzunu öyrənirsən. Mövzunu öyrənmək kifayət etmir, onu müstəqil həyatda tətbiq edirsən. Bu kimi məqamlar özündə əks etdirir. İndi gəlin, layihə əsaslı öyrənmənin mərhələlərinə diqqət eləyək. Artıq bizə aydınlaşacaq ki, layihə əsaslı öyrənmədə biz nələri görürük, nələr var. Bir dəqiqə buranı silim. Aha. Gəl indi bax, layihə əsaslı öyrənmədə. Layihə əsaslı öyrənmədə birinci sualın qoyuluşudur. Ortaya sual qoymalısan. Nəsə bir, belə deyim, mövzu olmalıdır. Mövzu. İndi PDF-də qeyd olunan mövzudur ki, Xəzər dənizində iqlimin, belə deyək, bu iqlim dəyişikliklərinin Xəzər dənizinə olan təsirindən danışılır. Sual budur. Sonra biz plan tərtib eləməliyik ki, məsəl üçün, sual verir ki, iqlim dəyişikliklərinin Xəzər dənizində suyun səviyyəsinə mənfi təsirləri. İqlim dəyişikliyinin, yəni bu istiləşmənin deyək, Xəzər dənizində suyun səviyyəsinə təsiri, mənfi təsiri. Problem budur. Və biz plan qururuq. Plan tərtib edirik, mənfi təsir eləyir. Niyə mənfi təsir eləyir? Səbəbi nədir? Bu kimi məqamları plan hazırlayırıq, başlayırıq araşdırmağa onu. Və ola bilər ki, araşdırma zamanı nəyisə səhv eləyərik və kimsə bizə skafoldinq eləyər, köməklik eləyər, əl tutar. Nəticələrin yoxlanması və yekunda nəticə əldə edirik, həmən nəticələri də yoxlayırıq prosesdə. Layihə əsaslı öyrənmə bu formada davam edir. İndi birinci dedik sualın qoyuluşu. Düzdürmü? Qarşıya qoyulan sual. Biz qoyduğumuz sual, qarşıya qoyulan sual, məhəllədə yəni olan sual. Sadəcə belə deyim, şagirdləri yönləndirmək, belə deyək. Sualın qoyuluşu sadəcə elə şagirdləri yönəltmək məzmunu daşıyır. Sualı qoydum. Layihə məsəl üçün nədir? Xəzər dənizi. Sualı qarşıya qoydum uşaqlar, iqlimin dəyişməsi Xəzər dənizinə təsiri. Sadəcə şagirdləri nəyi araşdıracaqlarına yönəltdim, kifayət elədi. Dururam qıraqda, başlayır şagirdlər özləri plan tərtib eləyir, araşdırır. Məqamı gələndə bəli, müdaxilələr eləyə bilərəm. Məsələn, plan tərtibatında baxıram şagirdlər, yönləndirdim, durdum qırağa, sualı verdim, çəkildim qırağa. Baxıram şagirdlər plan tərtib eləyəndə müəyyən nöqsanları var. Müdaxilə eləyirəm müəyyən qədər, planda dəyişikliklər yəni şagirdlərin planda dəyişikliklər aparmasına kömək eləyirəm. Çünki baxıram ki, plan səhvdir. Və bu layihə artıq yekununda səhv nəticələrə gedib çıxacaq. Vaxtında rəy verirəm ki, uşaqlar buna düzəliş eləyin. Və planda müəllimin dəstəyinə, müəllimin müdaxiləsindən belə desək, planda dəyişiklik aparmaq olar. Daha sonra araşdırırıq, məhsul əldə edirik, skafoldinq olur, nəticələri yoxlayırıq. Bu kimi məqamlardır.
Baxın, qeyd eləyək ki, layihə əsaslı öyrənmədə hansı mühitdə öyrənmə olur olsun, layihə əsaslı öyrənmədə siz hər zaman nəyi görərsiniz? Burada qeyd etmişdim. İnteqrasiyanı siz hər zaman layihə əsaslı öyrənmədə görərsiniz. Buralardaydı, hardasa bilmirəmsə, növbəti addım dərsindən sonra deməli yaxınlaş qurulur. Aha, baxın burada. Layihə əsaslı öyrənmə zamanı hansı öyrənmə mühitində olursa ol, hər zaman fənlər arası inteqrasiya öz əksini tapır. Yəni, layihə əsaslı öyrənmə fənlər arası inteqrasiyanın özündə əks etdirən modeldir. Layihə əsaslı öyrənmədə də qiymətləndirmə vasitəsi kimi də istifadə etmək olar. Layihə əsaslı öyrənmədən və qiymətləndirmə rubrikindən istifadə edirik. Burada. Qiymətləndirmə rubriki də nədir? Baxın. Belə bir cədvəl çəkin, bu formada. Belə eləyim bunda. Gördünüz 4 dənədir. 4 dənə üstün üzrədir. 2 dənə yerə bölmüşəm. Burada sol tərəfdə qiymətləri rəqəmlərlə 1, 2, 3, qiymət qiymətdə şkalalar deyək, baş şkalası. Burada da meyarları yazıram. Bax, bu mənim, bu cədvəl, qiymətləndirmə rubrikimdir. Layihə əsaslı öyrənmədə də bu rubrikdən istifadə edirəm. Məsələn, bura meyar yazıram ki, Xəzər dənizini düzgün araşdırdı, iqlimi düzgün araşdırdı və yaxud neynədir? Bu mənim meyarımdır. Və şagirdlər də layihə əsaslı öyrənmədə bölünübdür A, B, C, D. 4 dənə qrupa bölünübdülər. Gördünüz? Bu şagirdlərdir. Ümumi bir dənə yanaşma nümayiş etdirək. Gözümüzü qalanı bir sinif gətirək. Bu bir qrupdur, bu bir qrupdur, bu bir, bu da bir. 4 dənə qrup var. Və mövzumuz nədir? Layihə əsaslı öyrənmə. Vermişəm ki, iqlim dəyişikliyinin Xəzər dənizinə münasibəti, yəni təsiri. 4-ü də, 4 qrupun 4-ü də bu mövzuda layihə hazırladılar, tətbiq edədilər. Mən rubrikim olmasa, bu rubrikim, qiymətləndirmə meyarım olmasa, sinif qarğa bazarına dönür. O deyəcək, müəllim, mən düz yazmışam, bu deyəcək, məsəl, qardaş, rubrik buradadır. Məsələn, Xəzər dənizində iqlimi temperaturunu düzgün müəyyənləşdirib. Baxıram, A, B, C, D, 4-ü də düzgün müəyyənləşdirib, 4-ünə də bir xal, düz. Baxıram ki, Xəzər dənizində, nə bilim, suyun temperaturunu C qrupu səhv müəyyənləşdirib. C qrupuna xal düşmədi. Meyar burada da konkret. C qatif deyəməyəcək ki, müəllim, mən temperatur düzgün müəyyənləşdirmişəm. Bu qardaş, baxırıq, temperatur misalçı deyə, nə bilim, 10 dərəcə olmalıdır, sən tapıbsan 15 dərəcə. Deməli, səhv tapıbsan da, burada nə ayağını bayını şey edirsən ki, mən düz tapmışam. Konkret meyarın olmalıdır ki, sən dərsi daha effektiv apara biləsən. Və layihə əsaslı öyrənmədən dedik, baxın, layihə əsaslı öyrənmədə nə olur konkret? İnteqrasiya olur. Başqa layihə əsaslı öyrənmədən biz qiymətləndirmə meyarı kimi də istifadə edə bilərik. Bu kimi məqamlar. Bir də burada nəyi demək istəyirdim? Proses müəllim tərəfindən yaxından izlənilərək yerində və konstruktiv əks əlaqə qurulur layihə əsaslı öyrənmədə. Müəllim niyə izləyir? Çünki şagird nəyisə səhv edə bilər və müəllim izləməlidir ki, ona düzəliş versin. Bu layihə əsaslı öyrənmə çox müəllimə qarışıq gələn bir öyrənmə modelinə oxşuyur. Qarışıq gələn. Amma mən ümumiləşdirərək belə deyirəm də mənim, sadəcə primitiv məqam. Sual verdin, yəni daha doğrusu sualı qoydun qarşıya və məqsədə uyğundur ki, sual nətər olsun, açıq yoxsa qapalı? Bəli, məqsədə uyğun ki, sual açıq olsun. Çünki layihə daxı bu şagirdin yaratmaq təfəkkürünü, bunun taksonomiyasını yaratmaq mərhələsinə biraz aiddir nisbətən. Yəni onu inkişaf etdiyinə görə məqsədə uyğun ki, açıq suallardan istifadə olunsun. Amma hər ikisi açıq da, qapalı da istifadə oluna bilər. Bu mövzudan biraz kənara çıxılıq, qaydaq öz mövzumuza. Məsələ nədir? Məsələ odur ki, layihə əsaslı öyrənmədə sual verdin, bəli, yönləndirdin yəni onları. Neyindir onlar artıq? Başlayırlar, plan tərtib edirlər. Layihə üzərində işləyəcəklər axı. Plansız iş görənməzlər, bizim layihəmiz var. Layihəni mən sizə belə deyim, şirkət. Beynimizdə bir dənə layihə var ki, filan ərazidə bağ salsaq gəlir əldə edə bilərik. Bu layihədir. İdeyadır. Və yaxud müəllim bizə sual verir. Siz hal-hazırda yaşadığınız ərazidə nə formada hansı biznesi görsəz daha çox gəlir əldə edərsiniz. Sual verdi. Sən artıq beynində fikirlərsən ki, mən məsələn yaşadığım əraziyə nə bilim nə əkə bilərəm? Şöytəli deyək də, nə deyirsən ona? Nektarin. Nektarin səfərləməsi, şöytəli, nə isə. Şöytəli əkə bilərəm yaşadığım əraziyə. Sual verildi, nə əkə bilərsən və sən düşündün, şöytəli qərarına gəldin və onu əkmək üçün plan tərtib edirsən. Və onu kör-körənə gedib belə deyim, əkə bilmərsən. Məcbursan ki, araşdırıb o haqqda məlumatın olsun axı.
hansı dərman verilir, nə vaxt budanılır, hansı dərmanlar verilir, və yaxud nə edir, nədir? Bu haqda araşdırma aparmalısan, məlumat toplamalısan, məcbursan buna. Sonra baxdın kimdənsə kömək alsan, kimsə sənə dəstək verir, təkan verir, gəlir nə bilim, deyir bu vaxt bu da ağaclara, bu vaxt dərman verir, kimsə scaffolding edir. Axırda da baxırsan, planı düzanda, plana başlayanda fikrin nə idi? 5 ildən sonra 10.000 məhsul götürəsən. Nəticə 5 il gəldi, keçdi, tamam oldu. Mən 10.000 məhsul götürmüşəm ya yox, nəticəni yoxlayırsan. Bu lori dildə izahdır. Bu da sənin layihəndir. Axırda da nəticəni yoxlayırsan. Layihə əsaslı öyrənmədir. Və sən planda dəyişiklik apara bilərsən, əlbəttə ki, apara bilərsən. Bəlkə sən 5 ilə məhsul götürəcəkdin, havalar pis keçdi, artıq məcbursan ki, planı bir 7 ilə çəkəsən, 2 il uzadasan, planda dəyişiklik yaparsan. Məcbursan ki, təcrübəli şəxsdən əks əlaqə alasan. Kimdir o təcrübəli şəxs? Müəllimdir. Müəllimdən əks əlaqə alarsan, müəllim sənə rəy verir. Nəyi düz eləyirsən, nəyi səhv eləyirsən? Aqronomdursa, əks əlaqə verir ki, ay bala, bunu səhv elədin. Bu vaxt dərman vurmalıydın, bu vaxt budamalıydın. Eləmirsən, əks əlaqə verir. Və layihədən qiymətləndirmə meyarları kimi də istifadə edə bilərsən. Və layihə zamanı inteqrasiya olur. Bu inteqrasiya vacibdir. Qiymətləndirmə meyarı kimi istifadə edə bilərsən. Bunlar öz yerində. Bir də burada nə var? Layihə əsaslı öyrənmənin, yəni vacib məqamları, elementləri, xüsusiyyətləri var, nələrdir? Bunları qeyd eləmişəm. Layihə əsaslı öyrənmənin bir neçə açar məqamları, elementləri və xüsusiyyətləri var. Əsas diqqət eləyin nəyə burada? Səhv eləmirəmsə buralardaydı. Bir dəqiqə burada. Aha. Deməli, layihə iştirakçıları öz layihələrinin qrafik şəklində müəyyən bir auditoriyaya təqdim edirlər. Bu haqda danışır, hazırlayacaqları məhsul nümayiş etdirirlər. Təqdimat həm sinif daxilində, həm sinifdən kənarda aparıla bilər. Əla. Mövzunun plagiatlığı yoxlanılır. İşlənmiş mövzulara müraciət etmək olar. Sual düşə bilər ki, işlənmiş mövzu ola bilməz. Xeyr, işlənmiş mövzu ola bilər. Sadəcə mövzuya yeni qatqı nümayiş etdirilməlidir. Rəqəmsal texnologiyalar. Deməli, təqdimat həm sinif daxilində, həm sinifdən kənarda aparıla bilər. İşlənmiş mövzuya müraciət oluna bilərmi? Bəli, işlənmiş mövzuya müraciət oluna bilər, amma plagiatlığı yoxlanılmalıdır. Yəni ona bir yeni yanaşma, yeni bir qatqı olmalıdır həmin mövzuya. Digərlərdə buradadır, diqqət edərsiniz. Məsələn, mövzu şagirdlərin biliş bacarığı, yaş səviyyəsinə uyğun olmalıdır. Bu sözsüz ki, mövzu əlbəttə ki, şagirdin yaş səviyyəsinə uyğun olacaq. Şagirdin var 5 yaşı, sən misal 5 yaş deməkdir, şagirdin var, nə bilim, 3-cü sinifdə oxuyur. Sən götür onu 10-cu sinif şagirdinin sualını ver. Olmaz axı, onun bacarığını, yaş səviyyəsini nəzərə almalısan. Proses zamanı şagirdlər dərin və davamlı araşdırma aparmalıdırlar. Çünki düz nəticəyə gəlmək üçün. Bunlar hamısı gördüyünüz kimi müsbət məqamlardır, elə qarşılayacaq məqam yoxdur. Şagirdin yaşı, biliyi nəzərə alınmalıdır, bəli. Proses zamanı şagirdlər dərin davamlı araşdırmalıdır, bəli. Layihənin mövzusu həyatdan götürülür. Həyatdan götürülür. Problem həll etmədə mövzu hardan götürülürdü? Problem həll etmədə. Problem həll etmə deməkdə problem əsaslı öyrənmə deyək. Problem əsaslı öyrənmədə də mövzu real həyatdan götürülürdü. Layihə əsasında da mövzu real həyatdan götürülür. Şagirdlərin maraq dairəsinə uyğun olur. Şagirdlər layihə boyu gördükləri işlərlə bağlı müxtəlif qərarlar verir, öz fəaliyyətlərini qiymətləndirir, refleks edir. Layihə iştirakçıları prosesin və nəticənin yaxşılaşdırması üçün bir-birinə əks əlaqə, konstruktiv rəy verir. Məsələn, bayaq dedim, bağ salıbsan, başqa bir dostundur, o da bağ salıb. Gəl bunun məsləhəti alsan ki, mənə rəy ver. Məsələn, mövzu şagirdlərin biliş və bacarıq yaş səviyyəsi. Sən baxırsan ki, sənin o optun yoxdur ki, girib şöhrətələ kəsən. Bunu nəzərə almalısan da, bacarığını nəzərə almalısan ki, mən bunu bacaracağam ya yox. Proses zamanı şagirdlər dərin və davamlı araşdırma aparmalıdırlar. Şöhrətəlini ək ağacı orada qoy çıxacaq. Olmaz axı elə. Araşdırmalısan ki, buna nə vaxt, hansı dərmanı verəcəm, nə vaxt qulluq edəcəm, araşdırma aparmalısan. Bu kimi məqamlardır. İndi layihənin mövzusu da həyatdan götürülür, o da uyğunlaşdırılmadıq da onun şöhrətəli ilə. Uyğunlaşdırsa onu da deyərdik. Sonra, nəzərə almaq lazımdır ki, dərslərdə müxtəlif layihələrin reallaşdırılması və layihə əsas öyrənmə eynidir. Qısa məlumat. Nəzərdə saxla. Layihənin reallaşdırılması, bir də layihə əsas öyrənmə. Layihə əsas öyrənmə indi bizim bu modelimizdir. Layihənin reallaşdırılması da başqa şeydir. Layihənin reallaşdırılması, qısaca deyirəm, yadda saxlayın. Öyrənmədən sonra olur. Bu nədir? Öyrənmə. Layihənin reallaşdırılması buradadır. Öyrənmədən sonra.
Layihə əsaslı öyrənmə elə öyrənmənin özüdür. Öyrənmənin özüdür. Adından göründüyü kimi, layihə əsaslı öyrənmədə artıq sən layihəyə görə-görə öyrənirsən. Öyrənmə var axı. Layihəni tətbiq eləyə-elə öyrənirsən. Amma layihənin reallaşdırmasını artıq öyrənibsən bu gün. Sadəcə onu yoxlayırsan ki, görüm nə tür öyrənmişəm. Məsələn, bir burada biologiya dərsində daxili orqanları öyrəndikdən sonra deməli öyrənibsən sən bu gün. Onda nədir? Layihənin reallaşdırılması. Amma yox, layihəni tətbiq eləyə-eləyə öyrənirsənsə, deməli layihə əsaslı öyrənmədir. Layihə əsaslı öyrənmənin nə kimi faydaları var? Layihə əsaslı öyrənmənin o problemlə oxşar cəhət. Əməkdaşlıq, ünsiyyət, problem həll etmə, 21-ci əsr bacarıqlarını formalaşdırır. Dediyimiz. Nə idi bir də? Problem həll etmədə falan demişdik. Mövcud biliklərdən istifadə eləyir, yeni biliklər, bacarıqlar öyrənir. Qurtardı getdi, qardaş. Nə kimi faydası var? Problem əsaslı öyrənmə ilə eynidir. Əməkdaşlıq, ünsiyyət, problem həll etmə, yəni 21-ci əsr bacarıqları bir də ki, mövcud biliklərdən istifadə eləyir və yeni bilik, bacarıqlar öyrənir. Və bu, belə deyim, o həmən öyrənmə zamanı da, yəni layihə əsaslı öyrənmə zamanı avtomatik layihə əsaslıdır. Orada ünsiyyət qurasan kimlənsə, çünki qrupda bayaq dediyim ABCD 4 dənə qrup qurmuşdum. Əməkdaşlıq var, ünsiyyət var. Bu kimi məqamlar da orada öz əksini tapır. Gəldik nəyə? Nümunə layihə haqqında deyir. Layihə haqqında nədir? Nümunə nə idi? Layihənin mövzusu var. Layihənin indi xülasəsi danışıb burada. Bir də axırda qiymətləndirmədir. Baxın, layihənin xülasəsi ilə icra addımları nədir? Buna diqqət edin. Bu nümunədir, izah tələb edən bir şey deyil. İcra addımları var. Sübutlar toplanır. Yəni plan deyək də, plan, görüləcək plan. Nə bilim, iqlim dəyişikliklərinin Xəzər dənizinə təsiri təhlil edilir. Bax, birinci növ şarjlar Xəzər dənizinin suyun çəkilməsi ilə bağlı sübutlar toplayır ki, həqiqətən su çəkilir. Təsir edən amilləri təhlil edir. Sonra şarjlar bənzər mövzu olan tədqiqatlarla tanış olur ki, nədir görən buna təsir edən? Əgər mümkündürsə, şarjlar yerli əhali ilə belə deyim, müsahibə edə bilər, onlarla danışa bilər. İqlim dəyişikliklərinin təsirini azaltmağa töhfə vermək aparılan araşdırmanın nəticəsi kimi təklif oluna bilər. Hər bir şagird və ya qrup əldə etdikləri nəticələri və həll yollarını sinifdə və ya geniş auditoriya qarşısında təqdimatla çıxış edir. Refleksiya, alınan rəylərdən sonra ehtiyac olarsa layihəni yenidən gözdən keçirmək olar. Ümumiləşdirib deyirəm, indi bu nümunədir də, geniş diqqət edin yenə də siz. Layihənin mövzusu nə idi? Xəzər dənizi, iqlim dəyişikliyinin Xəzərə təsiri. İndi layihənin xülasəsi var, o görülən iş var. Görülən iş nədir? Xəzərə həqiqətən iqlim təsir eləyirmi? Buna niyə yəni bu iqlim dəyişir? Niyə Xəzərin suyu çəkilir? Getdim yerli haridən müsahibə aldım. Bu formada oxşar təqdimatlar var, onu araşdırdım. Bu kimi məsələlər. Yəni, nə edə bilərəm ki, iqlim dəyişikliyi Xəzərə az təsir eləsin? Bu kimi məsələlər eləyirəm, axırda nə edirəm? Öz işimi yoxlayıram. Gəldik indi nəyə? Qiymətləndirmədə öz işimi refleksiya edim, yaşında da qiymət verirəm. Yaxşı mı layihə görmüşəm, pis mi layihə görmüşəm? 5 il bundan qabaq şöhtələ etdim, istədiyim nəticəyə çatmışam ya yox, 10.000 qazandım ya yox, yoxsa batmışam mən, qiymət verirəm. Bir də qeyd, burada layihə əsaslı öyrənmədə, layihə əsaslı öyrənməni bütün fənlərdə tətbiq eləyə bilərsən, sadəcə bax gör mövzun layihə əsaslı öyrənməyə uyğundur ya yox. Yəni, seçilən hər bir mövzunu layihə əsaslı öyrənmədə tətbiq eləyə bilmərsən. Seçdiyin mövzu layihə əsaslı öyrənməyə uyğun olmalıdır. O mövzunu layihə formasına gətirməyə bacarmaq lazımdır. Bunu qoyduq qırağa, vacib məqam. Bütün fənlərdə layihə əsaslı öyrənmə tətbiq etmək mümkündür. İndi gəldik nəyə? Oyunlaşdırma və oyun əsaslı öyrənmə. Həlim, adından görünür. Oyunlaşdırma və oyun əsaslı öyrənmə. Öyrənmə nətər olur? Avtomatik beynində fikirləşir ki, yəqin oyun var da, dərs mühitində, sinifdə nəsə oyundan söhbət gedir. Yəni, hər ikisində də ortaq xüsusiyyət oyun vasitəsilə şagirdlərin öyrənməyə marağını stimullaşdırmaqdır. Oyun vasitəsilə. İndi oyunlaşdırma nədir? Oyun əsaslı öyrənmə nədir? Oyun əsaslı öyrənmə bütün dərs mühitini əhatə edir. Məsələn, keçirik ədəbiyyatdır. Vaqif romanını. Vaqif poemasını deyək.
Vaqif poemasını keçirik. Oyun əsaslı öyrənmədir. Nə edirəm? Hər uşağa bir dənə rol verirəm. Əsərdə o poemada iştirak edən obrazların hərəsini bir dənə uşağa verirəm, hərəsi bir dənə obrazı canlandıracaq. Bütün öyrənmə sinif gördüm oyun əsaslı oldu. Amma başqa oyunlaşdırma nədir indi? Oyunlaşdırmada tapşırığa əsaslanır. Məsələn, deyirəm uşaqlar, kim daha çox təqdimat hazırlasa və yaxud kim daha çox esse yazsa, kim daha çox, nə bilim, başqa nədən deyək də, hansısa bir tapşırıqlar deyək. Kim filan tapşırığı daha çox yerinə yetirsə və yaxud orada qeyd olunan, kim 5 dənə təqdimat hazırlasa filan tutul olacaq, 10 dənə təqdimat hazırlayan filan tutulu, 15 dənə təqdimat hazırlayan filan tutul olacaqdır. Gördüm sadəcə tapşırıq. Nədir tapşırıq? Təqdimata əsaslanır. Amma oyun əsaslı öyrənməyə bax, mövzumuz Vaqif poemasıdır. Sinifdə hamı hərə bir dənə obrazı götürüb, bütün sinif artıq oyuna fokuslanıbdır. Oyunlaşdırma tapşırıq əsasındadır. Oyun əsaslı öyrənmə bütün tədrisi sinifi o 45 dəqiqəni əhatə eləyir. Oyun əsaslı öyrənmədə. Dərsim nə idi? Misal üçün deyirəm, dərsim nədən götürək? İsimin hallanması. Misal üçün deyirəm, isimin hallanmasıdır mövzumuz və şagirdlərə demişəm ki, və yaxud testlər deyəlim. Nitq səhər keçmişəm şagird. Bu il nitq səhər keçirmişəm şagirdə. Demişəm ki, kim daha çox nitq səhərinə aid test işləsə, misal üçün deyirəm, amma şərti olaraq bir nümunədir başa düşməyiniz üçün. Uşaqlara demişəm ki, kim daha çox bölmə testi işləsə, 5 dənə işləyənə filan tutul, 10 dənə bölmə testi işləyənə filan tutul, 15 dənə bölmə testi işləyənə filan tutul verəcəm. Nəticədə mən nəyə yönəlmişəm? Tapşırığa. Uşaqları test işləməyə yönəldirəm, tapşırığa yönəldirəm. Deməli, bu oyunlaşdırmadır. Oyunlaşdırma. Amma mən sinifdə uşağın hərəsinin adına bir dənə nitq hissəsi qoyuram. Deyirəm filan kəs, sən isimsən, sən feilsən, sən sifətsən. Başlayın, söhbət eləyin də filan mövzuda. Özünüz haqqında məlumat verin. İsim durub danışacaqsınız ki, mən isiməm, əşyanın adını bildirirəm. Gördüm, oyun əsaslı öyrənməli. Təkcə tapşırığa yönəlməmişəm. Ümumiyyətcə nitq hissəsini öyrətməyə yönəlmişəm. Deməli, bu oyun əsaslı öyrənmədir. Tapşırığa yönəlsə də oyunlaşdırmadır. Hər ikisinin məqsədi nədir? Oyun vasitəsilə şagirdlərə maraq oyatmaq. Yadda saxla, oyunlaşdırma və oyun əsaslı öyrənmədə heç birində nə olur olsun, oyun ön plana keçə bilməz. Məqsədimiz nədir? Təlim nəticəmiz. İsmi öyrətmək. Məqsədimiz nədir? Təqdimat hazırlamaq. Məqsədimiz nədir? Vaqif poeması. O məqsəddə də qalmalıyıq. Məqsəd oyunlaşdırma və oyun əsaslı öyrənmədə. Məqsəd şagirdləri əylənməyi deyil, şagirdlərin oynamaq adına düşünməyi deyil. Sadəcə şagirdlərin əylənərək öyrənməyidir məqsəd. Məqsəd şagirdlərin əylənməyi deyil, əylənərək öyrənməyidir məqsəd şagirdlərin. Bir də oyun əsaslı və oyunlaşdırmanın məqamları var. Oyun əsaslı və oyunlaşdırmanın müsbət tərəfləri deyək. Dərsdə öyrənməyə maraq vardır. Uşaqdır da, görür oyun oynamaq var, həttan düşmək var, istəsən maraqla yanaşırlarsa. İnteraktivliyi, iştirakçılığı artırır. O, oxumayan şagird də, dərsdən kənarda qalan da artıq başlayır oynamağa, qatılır onlara, o da öyrənir. Yerində sürətli iştirakını təmin edir, mərhələ pilləri şəkildə inkişaf aydın göstərir. Kontekstdə öyrənməni təmin edir, əməkdaşlıq və sosial öyrənməyə imkan yaradır. Bu kimi məqamlar da var, bunlara da diqqət etməyiniz vacibdir. Bir də dediyim məsələ, bu da buradadır. Oyun tərtib edilərkən, təşkil edilərkən təlim nəticələri ön planda tutulmalıdır. Yəni, təlim nəticələri ön planda olmalıdır. Oyun məqsədin yerinə keçməməlidir. Bizim məqsədimiz şagirdlərin oynamağı deyil, bizim məqsədimiz şagirdlərin öyrənməyidir. Gəldik əsas məsələ, birbaşa təlim. Müəllimlər, birbaşa təlim nədir? Neçənci ildə? 1960-cı ildə tətbiq edilib. 1960-cı ildə tətbiq edilib. Niyə tətbiq edilib? Baxın, əlverişli uşaqlar üçün hazırladığı məktəbə qədər təhsil proqramı olur. Əlverişli uşaqlar üçün hazırlanıb. Niyə hazırlanıb? Baxın, şagirdlərin akademik nəticələrini və özgürlüyünü artırmaq məqsədilə hazırlanıb. Neçənci ildə hazırlanıb? 1960. Niyə hazırlanıb? Məktəbə qədər uşaqlar, əlverişli uşaqlar üçün, sosial cəhətdən əlverişli uşaqlar üçün hazırladığı məktəbə qədər təhsil proqramında olub. Bu əsasıdır, yəni niyə hazırlanıb sualı biraz indi uyğun deyil, sadəcə əsası niyə qoyulub? Nə vaxt hazırlanıb? 1960.
əsası, yəni məqsəd, yəni niyə hazırlanıb? Səbəb nə olub hazırlanmaqda? Əlverişli uşaqlar üçün hazırladığı məktəbə qədər təhsil proqramı ilə qoyulub. Birbaşa təlim yanaşması aydın təlimatlar, aktiv öyrənmə və reflektiv vasitə ilə şagirdlərin akademik nəticələrini və özgüvənini artırmaq məqsədi daşıyır. Deməli, əlverişli uşaqlar üçün hazırlanıb məktəbə qədər təhsil proqramı ilə qoyulub. Əsası, əlverişsiz uşaqlar üçün hazırladığı məktəbə qədər təhsil proqramı ilə qoyulub. 1960-cı ildə yaranıb. Reflektiv təlim, daha sonra aydın təlimatlar, aktiv öyrənmə kimi məsələləri özündə əks etdirir və bu məqamlarla, bunların köməyi ilə şagirdlərin akademik nəticələrini və özgüvənini artırmaq məqsədi daşıyır. Nəyi daşıyır? Akademik nəticələri və özgüvəni artırmaq məqsədi daşıyır. İndi gəl əsas məsələ. Bunlar sadəcə dönə-dönə dediyim, əzbərləməyinizə görə dedim. Yəni bunları deməyə çalışdım. Amma vacib məqamlar indi qarşıdadır. Testlərdə görəcəyimiz məqamlar, istifadə olunan məqamlar qarşıdadır. Sadəcə ümumi anlayış və xəttə saxlayın, əlverişli uşaqlar üçün hazırlanıb, məktəbə qədər təhsil proqramına əsası qoyulub. 1960-cı ildə hazırlanıb, heç inanmıram bu il düşən 1960-cı ildə, yenə də yadda saxlayın. Reflektiv təlimatlardır, təlimdir daha doğrusu. Aydın təlimatlar və aktiv öyrənmə vasitəsilə şagirdlərin akademik nəticələrinin və özgüvəninin artırılması məqsədi daşıyır. İndi birbaşa təlim məqsədi nə olar? Budur, bayaq dedim. Şagirdlərin akademik nəticələrini yüksəltmək, özgüvənini artırmaq. Sonra, nədir digər prinsip? Bütün şagirdlər öyrədilə bilər. Şagirdlərin akademik və özgüvənini artırmaq, təlim elə təşkil olunmalıdır ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlaması ehtimalını azaldılsın və təlimin effektivliyi gücləndirilsin. Bu kimi məqamlar. İndi birbaşa təlimin addımları. Birbaşa təlimin addımları aşağıdakılardır. Bax, bunlar, diqqət eləyərsiniz. Bu məqamlardır. Mən əvvəl də vurğulamışdım ki, birbaşa təlimin indi addımları haqqında orada var. Plan məsələsi. Hansı fəaliyyət olur olsun, müəllimlər? Bütün fəaliyyətimiz planlaşdırılmalıdır. Planla görünməlidir. Plansız fəaliyyət heç vaxt, belə deyim, səmərə verə bilməz. Uğur gətirə bilməz plansız fəaliyyət. Daha sonra, nədir? Dərslər ətraflı şəkildə planlaşdırılmalıdır. Mən dediyim məqam, şagirdlərin yeni biliş bacarıqlarını mənimsəyənə qədər vaxt ayrılmalıdır. Müəllim müşahidə ilə təlim zamanı müəllim rəyləri, müstəqil fəaliyyət mərhələsində şagirdlərin refleksiyaları və tədrisdən bir müddət keçirdən sonra verilən şagird rəyləri də bu təlimin vacib elementlərindən biridir. Yəni nədir? Dərsi planlaşdırmışıq. Şagirdə müstəqil işləyənə qədər kömək olur. İlişir dəstək ol. Ta ki o vaxta qədər şagird artıq həmən fəaliyyəti müstəqil yerinə yetirir. Onda çəkil dur qırağa. İndi Rozenşайн birbaşa öyrənmə modelində aşağıdakı vacib mərhələləri qeyd edir. Hansıdır bu mərhələlər? Giriş və öyrənilənlərin nəzərdən keçirilməsi yolu ilə öyrənmə üçün zəmin yaradır. Şagirdlərin nə etməli olduqları ilə bağlı aydın izahlar təqdim edir. Təlimi nümayiş etdirir və bir şeyin necə ediləcəyini göstərir. Şagirdlərlə öyrənmənin tətbiqini təşkil edir və bu prosesi izləyir. Şagirdlərin uğur qazanacağını əmin olduqdan sonra onların müstəqil işləməsinə şərait yaradır. Şagird öyrənməsinin qiymətləndirilməsini aparır və öyrənməni adlı şəkildə sonlandırır. Bax. Giriş və öyrənilənlərin nəzərdən keçirilməsi yolu ilə öyrənmə üçün zəmin yaradır. Düzdür? Şagirdlərin oxuduqlarını bir dənə nəzərdən keçirdim. Fəaliyyət nədir? Məsəl, şagirdlərin bildiklərini nəzərdən keçirmişəm. İndi mövzum yenə isimlə gəlirik. Mövzum isimdir. Şagirdlərə nə eləyəcəklərini aydın izah edirəm. Baxın şagirdlər, mövzumuz bugünkü dərsimiz ismin hal şəkilçiləridir. Siz ismin hal şəkilçiləri var ki, 6 dənə hal şəkilçisi var uşaqlar. Daha doğrusu ismin 6 halı var. Siz isimləri bu hallara görə işlədəsiniz. Sonra başlayıram. Birinci halda qaldı, sonra gəlir bu formada sayıram. Baxın uşaqlar, nümunə olaraq deyirəm, kitab sözünü hallandırıram. Siz də eşidin. Kitab, kitabın, kitaba, kitabı, kitabda, kitabdan. Misal üçün. Və ona başa saldım. Nə eləyəcəyini, necə eləyəcəyini, bu kimi məsələləri başa saldım. Və başlayıram, nə edirəm? Deyirəm, sən indi işlət. O işlədir, görürəm, ilişdi, kömək oluram. İlişdi, bir də kömək oluram. Ta ki, artıq o müstəqil şəkildə işlədənə qədər. Müstəqil şəkildə işlətdi, deyirəm, sağ ol. İndi özün
müstəqil şəkildə başda sözlər tapıb hallandır. Artıq sonra da bir tapşırıq verirəm, onu da qiymətləndirirəm. Şagirdi də həmən tapşırıq əsasında qiymətləndirirəm, qurtarıb gedir. İndi Rozenşayn nə deyir? Təlim prinsipləri. Ümumiləşdirək. Rozenşayn təlim prinsipləri hansıdır? Deyir, birinci öyrəniləni qısa təkrar ilə başla. Niyə? Mən mövzunu keçmişəm, düzdür sizə? Və yaxud keçirəm. Əvvəl bildiklərinizi, vacib məqamları təkrar yadınıza salıram. Məsələn, deyirəm uşaqlar, təlim formaları, nə bilim, təhsil alma formaları, hansılardır? Siz başlayırsınız, sayırsınız. Mən yaxud deyirəm, nə bilim, şagirdin biliş və bacarıq səviyyəsində qoyulmuş dövlət tələbi hansıdır, nailiyyət səviyyəsində qoyulmuş dövlət tələbi hansıdır. Vacib məqamları vurğulayıram. Görürsünüz, hansı ki bizə lazımdır, belə çox vacib olduğunu bilirik, onları vurğulayıram. Əvvəlkəni təkrarla başlayıram. Yavaş-yavaş mən həmən o müddətdə nə edir? Sizin təfəkkürünüz, məntiqiniz, ağlınız, bildikləriniz, o üzümdəti yaddaşınız işə düşməyə başlayır. Təkrar etdikcə. Və sual olunur ki, bu təkrarı necə eləmək olar? Səndən soruşuram, ay müəllim, nəyi bilirsən, nəyi bilmirsən? Sən də deyirsən, müəllim, falan məqamı bilmirəm. Ay sağ ol. Və yaxud zəifim, və yaxud yadımdan çıxır. Nə edirəm? Həmən məqamdan sual verirəm sizə. Həmən məqamın üstə qalırıq, onun üzərində biraz işləyirik. Və yaxud mən bilirəm ki, birinci PDF-dən daha çox sual düşür. Hər dərs başlayıram, çalışıram ona toxunmağa. Misal üçün deyirəm, və yaxud 5-ci mövzuda filan şey var, ondan daha çox sual düşə bilər, ehtimalı var. Başlayıram o məqama toxunuram. Görsən, bu dərsdə öyrəniləni qısa təkrarı ilə başlamaq üçün nə edə bilərəm? Müəllim, nəyi bilirsən? Deyirsən, filan şeyi bilmirəm, başlayırıq ondan sual edirik. Və yaxud səndən soruşmuram, bilirəm ki, birinci PDF daha çox düşə bilər. Birinci PDF-dən sual verirəm. Və yaxud bu mövzu ilə bağlı, məsəl üçün, neçənci mövzunun 7-ci dərs səhvimsə, 17-ci dərsi yadıma salıram ki, 10-cu dərsdən misal verirəm, onun arasında bağ var. Elə bura gəlmişkən, deyirəm ki, ondan da bir-iki dənə sual verim sizə. Ki, bəzən elədiyim bir şeydir. Arada da deyirəm, indi dərslərdə yayınlıqsıdır. Əvvəlki dərslərdən də bilirsən, yadımda şu tez ondan sual verirəm. Bilirəm ki, əlaqə var arasında. O yadımıza düşür, həmən məqama da toxunuruq. Bax, təkrarı bu formada eləyə bilərik. Əvvəl öyrəniləni təkrarı. Daha sonra nə ayırıq? Yeni materialları kiçik hissələrlə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayır. Aysa, bax, elə bu bizim bu dərs deməli. Birdən-birə 17-ci dərsi bütün formada verməmişəm ki, sizə, xeyr. 2 hissəyə bölmüşəm, hissə-hissə. Və nə edirik? Birinci hissəni verirəm, test işləyirsiniz, qoşuluruq, sual-cavab edirəm. Sizin öyrənmənizi yoxlayıram. Və o vaxt ki, məni qane eləməsə, məsələn, deyəlim ki, qoşulubsuz, heç bir müəllim dərsə hazır deyil. Məsələn, avtomatik nə edəcək? Dərsin üstə qalacaq. Amma görürəm ki, məni qane eləyir, yaxşı, deyirəm müəllimlər, keçdik ikinci hissəsinə. Görürsünüz, hissələrə bölmüşəm və hissə-hissə sizin öyrənmənizi, anlamanızı yoxlayıb növbəti mövzuya keçirəm. Növbəti mövzuya. Və belə olan halda da mənə rahat olur. Amma mən birdən-birə tez-tez keçsəm, birinci mövzunu keçdik, daha doğrusu verdim sizə, siz oxudunuz, anlamağınızı zad yoxlamadım, məsəl üçün anlamanı qoyaq və yaxud 17-ni hamısını verdim, hissə-hissə vermədim. 17-ci mövzunu verdim, dedim müəllimlər oxuyun. Evdə oxuyasınız, başa düşməyəsiniz. Deyəsiniz müəllim, vallahi 6 dənədir, 6-sı da beynimdə qarışıb, bilmirəm nədir. Bundan sual verirsiniz, ağlım ona gedir, ondan sual verirsiniz, ağlım buna gəlir. Bilmirəm. Nəticə olaraq dala düşürük. Nəticə olaraq düşürük dala. Niyə? Çünki deyəlim ki, 2 nəfər, 3 nəfər öyrəndi, qalanı öyrənməyib. Məcburuq mu qalaq mövzunun üstündə? Yekunda hərrəndi, fırlandı, 2 günümüz buna getdi. Və yenə sən heç nə öyrənəməyəsən. Çünki 6-sını da birdən vermişəm axsa. Amma yaxşı olar ki, 3 verirəm, daha rahat öyrənirsən. Ona görə hissələrə bölmək yaxşıdır. Az-az öyrənək. Birdən-birə, misal üçün deyirəm, bir qazan yeməyi qabağına qoyub yeyə bilmərsən. Onu boşqab yeyirsən. Bilik də elədir. Bir kitab biliyi qoyub qabağına bir günə oxuya bilmərsən. Az-az oxumaq lazımdır. Ona görə deyirik, hissələrə bölmək lazımdır. Ona görə deyirik, yediyin yeməyi o bir boşqabı həzm elə, sonra növbətiyə keç. Bunu həzm eləməmiş, o biliyi uzun müddətli yaddaşa ötürməmiş, dərk eləməmiş, ikinci boşqab yeməyi yeyəndə sinirənmirsən, partlamaya düşürsən. Bilik də elədir. O oxuduğun hissəni hələ mənimsəməyibsənsə, üstdən nəsə oxuyanda o xaşıl olur, heç nə yadında qalmır artıq. Sonra nədir? Gəldik nəyə? Qələmini aktiv elədik.
Modellər və işlənmiş nümunələr təqdim edin. Bu şagirdlərə problemləri daha tez və yaxşı həll etməyə kömək edir. Nədir? Məsəl üçün, misaldır riyaziyyatdan. X üstə gələk 5 bərabər 7. Düzdürmü? Misal verirəm belə. Saat tapşırıq olaraq bunu vermişəm. Özüm də bunu izah eləmişəm. Misal üçün deyirəm. 4 üstə gələk x bərabərdir 12. Misal üçün deyirəm. Mən başa salıram, bax, şagird x burada qalır, 4 bu tərəfə keçir, olur 12 çıx 4, x bərabərdir 8-ə. Bu nümunəni sənə verirəm, deyirəm aşağıdakı tapşırığı gör. A nümunəsini verirəm, B tapşırığını deyirəm həll elə. Və sən avtomatik A-ya baxıb B-ni həll eləyəsən. Eyni şey, işlənmiş nümunə, bax, budur. Bu, toxunduğum məqam bax, budur. Qutardı getdi. Sonra, və bir də, burada da nə etmək lazımdır? Ola bilər ki, mən o bayaqki tapşırıqda, məsələn deyirəm, nə isə sən diqqətdən yayındırarsan. Fikir vermərsən də, biraz belə körana baxarsan, sən körana baxıb keçərsən. Sənin o nümunəyə diqqətli olmağını mən nətər təmin edə bilərəm? Müəllimsiz. Uşaq görürsünüz ki, həmən nümunəyə diqqətsiz yanaşır. Onu necə təmin eləyəsiniz, uşaq diqqət göstərsin? Avtomatik deyəsiniz ki, uşaq və yaxud filan kəs. Məsəl üçün, nümunədən filan məqamı çıxardacağım və yaxud müqavilə nə idi? Nümunədə filan məqamları ixtisar eləyəcəm, orada yazmayacağım. Sən onları yerinə artırarsan nümunədə. Artıq o hər məqama diqqət edir ki, birdən müəllim bunu çıxardar. Qoy buna baxım. Belə baxırsan ki, şagird hamısına diqqətli yanaşıbdır. Nədir, birdən müəllim bunu çıxardar, qoy buna baxım, bunu çıxardar, buna baxım. Belə uşaq artıq bütün nümunəyə belə deyim, diqqətli yanaşmış olur. Anlamanı yoxlamaq. Bayaq dediyimiz o hissələrə bölmək. Məsələn, bax, sizə hissələrə bölmüşəm, mətni vermişəm, mətni deyirəm, PDF vermişəm, oxuyursunuz. Mən nə etməliyəm? Sizin başa düşməyinizi yoxlamalıyam ki, növbəti mövzuya keçəm. Onu necə yoxlayıram? Sorğu-sual edirik. Düzdürmü? Bəli, sorğu-sual edirik. Və yaxud deyə bilərəm ki, keçdiklərimizi ümumiləşdir. Bax, indi oxuduqlarını ümumiləşdir. Sən də danışırsan. Və sonra deyirəm filan müəllim, digər müəllimə. Yoldaşın dediyindən razısanmı? Artıq ona o sualı verəndə, onun da öyrəndiyini yoxlamış olur. Məsələn, A şagirdinə, müəlliminə sual verirəm, deyirəm fikrini ümumiləşdir. Bu da ümumiləşdirdi. Sonra B müəlliminə sual verirəm ki, A-nın fikrindən razısan? Artıq bu düz demişdisə də, bu B desə bəli, düz deyir, razıyam, deməli B də oxuyub. Desə səhvdir, deməli B oxumayıbdır. Bu düz dediyi halda B deyir ki, A səhv deyir. Deməli B oxumayıbdır. Və nə edirdim? Anlamanı yoxlamağın məqsədi nədir? Anlamanı niyə yoxlaya bilərik? Növbəti mövzuya keçim keçməyim. Şagird öyrənib, öyrənməyibdir. Niyə sual verirəm sizə? Oxuduqlarınızı qavrayasınız deyə. Əvvəl öyrəndiklərinizdən əlaqə yaradasınız deyə. Ona görə sual verirəm sizə. Bir də sizə sual verməklə müəyyənləşdirirəm ki, təzə dərsə keçmək olar ya yox. Anlamanı da ona görə yoxlayırıq. Və digər bir məqam var ki, anlamanı başqa cür də yoxlaya bilərik. Hansı cür yoxlaya bilərik? Deyərəm ki, müəllimlər, fikrini izah elə və yaxud bu dərsi mənə izah elə. Və yaxud bu dərs haqqında fikrini müdafiə elə. Və yaxud deyə bilərəm ki, məsəl üçün deyirəm, misal vermişəm, bayaqki misal deyirəm, x üstə gələk 5 bərabər 7. Deyirəm ki, bunu həll elə və həll eləyən zaman səsli düşün, görüm niyə, məsəl üçün cavabı sən gəlib tapırsan, nədir, 2. Niyə cavab 2 tapırsan? Onu səsli düşün, qoy mən də başa düşün. Səsli düşünməyini istəyə bilərəm səndən. Fikrini müdafiə etməyini istəyə bilərəm səndən. Fikrini izah etməyini istəyə bilərəm səndən. Bu formada da sənin anlamağını yoxlaya bilərəm. Daha sonra nəyə gəldik? Aha. Şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsinə şərait yaradır. Müəllimlər. Bir məqam var ki, mövzunu keçirik biz. Belə deyək, bir anlayış var ki, bizdə praktika ilə öyrənmək hər şeydən üstündür. Praktika ilə öyrənmək. Məsələn, biri nə öyrənir? Ustalıq öyrənir, motor ustalıq, maşın ustası olmağı öyrənir. O 100 dəfə kitabdan oxumaqdansa, bir 5-cə dəfə motor yığıb söküb yığsa ona bəsdir. Onu öyrənəcək.
Deməli, nə deyir bu? Şagirdlər sizin köməyinizlə yeni mövzunu tətbiq etməsi üçün yaradır. Mövzunu keç. Amma dəstək ol ki, şagird onu icra eləsin, bir fəaliyyət görsün şagird. Nəsə bir iş görsün ki, bir praktikadan keçmiş olsun. Onu daha yaxşı başa düşsün, daha yaxşı anlasın. Və o 100 dəfə oxumaqdansa, 5 dəfə iş gördüyündən sonra artıq, iş görəndən sonra onun o öyrəndikləri qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötəcəkdir. Misal üçün, sən orada qeyd olunan məqamı deyirəm. Deyir, açarı evdəki sirmələrin hansınısa bir gözünə tullaya bilərsən. Bu rahat bir şeydir. Açdın, sirməni tulladın. Amma onu xatırlamaq artıq çətin məsələdir. Onu nə vaxt sən xatırlayırsan? Hər gün səhər açarı oradan götürürsən, axşam açarı həmən sirməyə tulluyursan. Artıq bu avtomatik bir hal almış olur. Sən bilirsən ki, açar həmən sirmədədir. Çünki gör, hər gün eyni proses davam edirsən və yaxud praktika keçirsən orada. Bu mövzu da elə bir şeydir. Oxuduğunu bir praktikadan keçirməlisən, tətbiq etməlisən ki, o sənin beynində avtomatikləşsin. Bu kimi məsələlərdir. Sonra, qələmi niyə aktiv elədim? Çətin tapşırıqlar üçün müvəqqəti dəstək verin. Bu da nədir? İdraki çıraqlılıq deyirik də bunun adına. Burada qeyd olunur. İdraki çıraqlılıq. Fəaliyyət ola bilər çətin olsun biraz. O bəzən bax sizin məşqdə vaxtında arasınızda çıxır. Nəsə misal həll eləyəndə baxırdınız ki, müəllim gəlirdi, sizlə bir yerdə müəyyən dəstək göstərə, məsələn, misalı həll eləyirsən özün, x-5 bərabərdir 7, yazırsan x belə, deyirsən müəllim, burada 5-i bu tərəfə keçirməlidir, amma bilmirəm, müsbət keçir, mənfi keçir. Artıq müəllim orada sağ kömək eləyir, deyir, 7 burada, bu tərəfə keçirsə mənfi olmalıdır. Sağ kömək elədi. Sən də x bərabərdir 2. Bax, artıq o müəllimin orada bir xırda köməyi var idi, saat deyəndə ki, bu tərəfə keçəndə mənfi olur. Bax, o scaffoldingdir. O müvəqqəti dəstəkdirsə, artıq sən növbəti addımda müəllimin ehtiyacına, köməyinə ehtiyac duymayasan. Özün 5-i bu tərəfə keçirdən kimi avtomatik mənfi eləyəsən. Müəllimin köməyinə ehtiyac qalmayacaqdır. Müəllim müvəqqəticə fəaliyyət zamanı sənə təkan verir. Özün işləyirsən, kömək edirsən, bir yerdə işləyirsən, çətinliyə düşən kimi təkan verir. Yavaş-yavaş, axırda baxırsan ki, sən özün müstəqil şəkildə tənlik həll edirsən. Müəllim də görür bunu ki, bu müstəqil şəkildə həll edir. Artıq bilir ki, ədədləri sağa, sola keçirəndə nə etmək lazımdır. Bunu bilir. Əlini çəkir səndən, sən də özün müstəqil testini işləyirsən, tapşırığını işləyirsən. Bu da müvəqqəti dəstək oldu. Məsələ nədir? Bir də burada müvəqqəti dəstəyin bir növü var ki, şagirdlərə atılacaq addımlar üzrə istiqamət verməkdir. Misal olaraq, şagirdləri mövzunu sistemləşdirmək üçün aşağıdakı addımlara istiqamət vermək. Bu məsələdir. Qələmin səhvini unutdum. Bura. Ana qələm. Bax, buna diqqət eləyərsiniz. Bir də o, bayaq dediyim scaffolding deyildim. Məsələn, siz tənlik yazırsınız. x-5 bərabərdir 7. X 7 deyirsə, müəllim, bu tərəfə keçəndə müsbət keçirdi 5. Müəllim sadə edib 5. Bu proses hal-hazırda scaffoldingdir. Çünki müəllim müəyyən təkan verirsə. Scaffolding edir. İndi scaffoldinglə sən nə edirsən? Sana nə kömək olur? Öyrənməyinə kömək edir. Scaffolding nəyə köməkdir? Sənin öyrənməyinə. Düzdürmü? İndi başqa hansı scaffoldinglər görə bilərik sənin öyrənməyinə kömək edən? Müəllimin səhvsiz düşünməsi. Müəllim o tənliyi həll edəndə səhvsiz düşünmür. Sənin öyrənməyinə kömək edir. Sən başa düşürsən ki, x bərabərdir, x üstə gələk daha doğrusu 5 bərabərdir 7, x də bərabərdir. Avtomatik yazdım ki, misal üçün deyirəm 2. Sən heç başa düşməyəsən. Amma deyirəm ki, uşaqlar, x üstə gələk 5 bərabərdir 7. X qaldı burada. Biz 5-i keçirdik sağa. 7 çıxaq 5. X bərabərdir. 7-dən 5 çıxırıq neçə eləyir? 2. Səhvsiz düşünürəm. İzah eləyək. Sonra, şagird, müəllim şagirdləri edə biləcəkləri mümkün səhvlər barədə məlumat verir. Mən bəzən o test falan işləyəndə deyirəm, filan müəllim 100% məsələn burada A-nı yazıbsan sən. Bax, sizin o edəcəyiniz səhvlərdir. Və mən PDF-də həmişə belə deyim, bu məqama da toxunuram. Deyirəm, müəllimlər, fikir verdinizsə, filan məqamı qara şriftlə qeyd eləmişdim.
və yaxud fərqli şriftlə yazmışdım. Mən onu qara şriftlə qeyd eləməkdə, fərqli şriftlə qeyd eləməkdə məqsədim nədir? Bilirəm ki, siz onu testdə görəndə orada səhvlik eləyə bilərsiniz. Sizin nəyi səhv edəcəyinizi əvvəlcədən müəyyənləşdirirəm mən. Bilirəm ki, mən bunu qara şriftlə verməsəm, müəllim buna diqqət eləməyəcək. Gedib də testdə səhv yazacaq. Qoy bunu qara şriftlə verim. Çünki sizin səhv edəcəyiniz məqamı əvvəlcədən müəyyənləşdirə bilirəm mən. Çünki özümüz də o yerdən keçmişik və yaxud bir deyə də bir neçə dəfə o səhvlərlə, o sualla qarşılaşmışıq deyil, artıq bilirik ki, deməli burada müəllimlər diqqət eləmir bu məqama. Bunu qara şriftlə vermək lazımdır ki, müəllim diqqət eləsin. Sonra müəllim şagirdlərə öz işlərini dəyərləndirmələri üçün checklist verməsi, bu listə necə istifadə edə biləcəklərini nümayiş etdirməsidir. Sual verirəm. Deyir burada, mətndə əsas ideya haqqında mənə məlumat verən vacib hissələri tapdım. Checklistdəki sual sənin elə bir özünə sual versən. Mətni oxuyan zaman istədiklərimi öyrəndimmi? Mətni oxuyan zaman düzgün strategiyalardan istifadə etdimmi? Mətn məsələn oxuyan zaman durğu şairlərinə diqqət etdimmi? Özünə sual verirsən. O checklistdə yazdığın sual sanki özün öz dilindən özünə sual verirsən, öz oxumağını dəyərləndirirsən. Bir də şagirdlərə ekspert nümunələrini təqdim edilməsi. Nədir? Məsələn, bayaqçı tənlik. Bir 5 dənə elə tənlik var. Onun ikisini özüm həll eləyirəm. 12 dənəsini ekspertəm də. Mən indi müəlliməm. Azdan çoxdan sizdən təcrübəm var. Ekspert kimi o 5 dənə tənliyin ikisini həll eləyirəm. Bu 2 dənə həll elədiyim tənliyi sizə nümunə kimi verirəm. Nümunə kimi verirəm sizə. Siz də baxırsınız, yerdə qalan 3 dənəni həll edirsiniz. Və beləcə ekspert nümunəsinə baxaraq tapşırığı həll etdiniz. Bu da scaffolding üçün, yəni strategiyalardan biridir. Scaffolding üçün istifadə olunacaq strategiyalardan biridir. Yəni scaffolding nədir? Bir dənə də bunu dəqiqləşdirək kifayət. Scaffolding odur ki, sən bir fəaliyyətə çatana qədər əvvəl də izah etmişdim. Nədir? Üzmək. Sən üzməyi bilmirsən, amma mən bilirəm, misal üçün deyirəm. Sənə kömək edirəm. O ucumda belə tutmuşam, suyun üzündə üzürsən yavaş-yavaş. Sonra deyirəm əlini tərpət, qolunu belə tərpət. Sonra səni qoyuram suyun qırağına, başlayıram özüm üzüb göstərməyə. Təzədən deyirəm ki, yanıma. Yavaş-yavaş qollarını hərəkət etdirirəm. Sonra ayaqlarını bu formada yavaş-yavaş görürəm ki, sən artıq özün müstəqil üzürsən. Səndən aralaşıram, sən artıq özün müstəqil üzməyə başlayırsan. Nə oldu? Sən bir fəaliyyəti öyrənənə qədər, yəni üzməyi öyrənənə qədər mən sənə kömək oldum. İdraki çıraqlıq göstərdim. Saat dəstək oldum o fəaliyyəti öyrənənə qədər. Sən də o fəaliyyəti öyrənəndən sonra dedim, sağ ol. Səninki səndə, mənimki mənimdir. Yaxşı. Scaffolding elədim. Başqa nümunə demişdim scaffoldinglə. Diferensial yanaşma və scaffolding. Demişdim, scaffolding bütün tədrisi əhatə edir. Diferensial ancaq 45 dəqiqəni əhatə edir. Bunu da demişdik. Belə bir məqam var, yadınızdadırsa. Bu da scaffoldingdir. Bütün, belə deyim, yəni hər yerdə sən rast çıxa bilərsən. Gördün, çimərlikdə də scaffolding var, dəstək var. Budur. Və scaffolding strategiyaları da o 4 dənə dediyimiz səsli düşünmədir. Qeyd edelim, səsli düşünmə. Daha sonra sənin edə biləcəyin səhvləri əvvəlcədən müəyyənləşdirirəm. Bilirəm ki, sən üzən zaman tənginəfəs olasan, pıqqıldayıb batasın. Deyirəm, nəfəsini düz al ver. Görsən, əvvəlcədən sənə təlimat verirəm. Edə biləcəyin səhvi müəyyənləşdirirəm. Deyirəm, nəfəsini düz al ver, üzəsən. Və yaxud səsli düşünmə indi o dərs prosesində başqa düzməklə aidiyyəti yoxdur. Sonra müəllimin şagirdlərə öz işlərini dəyərləndirmək üçün checklist verməsi, bir də ekspert nümunələri. Bu da scaffolding üçün istifadə oluna biləcək strategiyalardandır. Müəllimlər, qeyd edin nə? Bu Rosenshainin müəyyənləşdirdiyi addımlar, prinsiplər deyək. Prinsiplərə diqqət edin ki, bu nəyə aiddir? Yadda saxlayın ki, bu Rosenshain prinsipləri birbaşa təlimə aiddir. Scaffoldingdəki məqamlar birbaşa təlimə aiddir. Bunlara diqqət edin. Yəni bunu gedib layihə əsaslı, nə bilim, problem əsaslı falan götürməyin bunları. Birbaşa təlimdədir bunlar, prinsiplər. Oyunlaşdırma haqqında danışdıq. Qaldı, layihə əsaslı öyrənmə haqqında da məlumat verdik. Layihə əsaslı öyrənmənin ardıcıllığına da diqqət edin. Sual qoyulur, plan tərtib olunur, araşdırılır, yəni məhsul hazırlığı olur. Scaffolding, bir də monitoring. Yekunda da nəticələri yoxlayırıq, qurtardı getdi. Yəni bunun ardıcıllığı belədir, layihə əsaslı öyrənmə.
Bir də diqqət edərsiniz layihə əsası öyrənməklə problem əsası öyrənmənin oxşar və fərqli xüsusiyyətlərinə. Ona da diqqət eləməyiniz yaxşıdır. Başqa da kifayət eləyər artıq. Nəyi dedik ayrı? Dedik bunlar. Hə. Bu dərs kifayət eləyər. Oldu müəllimlər. Sağ olun, özünüzə yaxşı baxın. Ümid edirəm ki, bir öyrədici izah oldu. Gələn izahlarda görüşənədək.